Yenə öz gözəlliyi ilə seçilən mənzillərdən birini sizə təqdim edirəm. Geniş 3 otaqlı mənzildir. Nərmanovda yerləşir. Qarabağ küçəsində Heydər Əliyev mərkəzinə yaxın yeni tikili premium bina. Mənzil də yeni təmirlidir və təmirdən sonra bir gün belə yaşayış olmuyor. Tam əşyalı hazır yer yaşayan mənzildir. Əlavə nəsə almağa ehtiyac yoxdur. Dediyim kimi çox gözəl binada yerləşir. Binanın geniş həyəti, yeraltı avtoparkingi, yəni hər bir şəraiti var bu binada, bu mənzildə. İndi mənzildə əlavə nə var, nə yox, hamısını sizin nəzərinizə çatdıracağam. Vaxt itirmədən başlayırıq mənzilin giriş hissəsindən. Bura bizim giriş qapımızdır. Daxil olduqda sol tərəfdə bu hissədə dolabımız yığılıb, güzgü yerləşdirilib, gizli işıqlar, aksesuarlarına kimi hər bir şey yığılıb. Dolabın içərisində göstərim. Dərinlikdə çox yaxşıdır. Bütün paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirmək imkanınız var. Girişdə döşəmə qranitli isti döşəmə ilə təsis olunub. Sağ tərəfdə isə burada dekor güzgülər yerləşdirilib, mebel işləmələrlə bəzədilib. İşıqlandırmada trek işıqlar, gizli işıq və əlavə olaraq bura işıqlardan da istifadə olunub. Otaqların yerləşməsini nəzərə çatdırın. Bura mənzilin qonaq otağıdır. Yanında mətbəxi, sağda sanitar qovşaq. Burada isə 2 yataq otağı yerləşir. Girişdə gördüyünüz kimi kifayət qədər genişdir və işıqlıdır. Keçək, başlayaq. Deməli, mənzilin qonaq otağından geniş ölçüyə malikdir. Yəni dar uzun otaq deyil, eni uzunu yaxşıdır. Döşəmə parketdir. Burada nə var? 6 nəfərlik bu hissədə masamız yerləşdirilib, pərdələr asılıb, hər bir şey hazırdır. Kondisioner yerdə qoyulub. Bu hissədə deməli divanımız, jurnalli, mərkəzdə böyük lüstrumuz, yenə trek işıqlar, bu hissədə spotlardan istifadə olunub. TV stand burada yığılıb, sol və aşağı hissəsi, bu görünən isə şkafdır. Burada aksesuarlarının kimi dediyim kimi yerləşdirilib. Mərkəzdə böyük ekran televizorumuz. Yəni hər bir şey yaxşıdır. Rənglər də, rəng tonları hamısı bir-birinə uyğunlaşdırılıb. Yəqin ki, videodan da bunu hiss edirsiniz. Keçək, deməli, buradan mən sizə göstərim. Mənzilin sanitar qovşağını dediyim kimi gəldikdə sağda yerləşirdi. Gözəl dizaynı var. Maraqlı teksturalı qranitdən seçilib. Sağ tərəfdə bu hissədə duş kabin yığılıb. Divarçı aksesuarlardan istifadə olunur birlikdə. Solda isə deməli divarçı unitaz, moydadır və burada təbii ki isti döşəmələ təchiz olunub. Buradan deməli keçirik mənzilin mətbəxinə. Ümumilikdə otaqların ölçüsü yaxşıdır, genişlik cəhətdən. Nəzərə çatdırım ki, mənzilin eyvanına mətbəxdən çıxış var, eyni zamanda yataq otağından da çıxış var. Girişdə olan isti döşəmə burada davam etdirilib, 4 nəfərlik masamız yerləşdirilib, işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Yeni, gözəl mətbəx mebelimiz yığılıb. 3 hissədən ibarətdir. Yuxarı hissələrdə şkafdır, soyuducumuz yerləşdirilib. Üstü mərmərdir, qaz peçi, aspirator sobamız hamısı dediyim kimi yerləşdirilib, hazırdır. İçərisində göstərim. Dərinlikdə yaxşıdır. Divarda gözəl lifqo işləmələr, açıq rəngli divar kağızlarından istifadə olunub bu mənzildə. Keçək, mən sizə göstərim mənzilin əsas yataq otağını. Burada yerləşir. Ölçüsü də yaxşıdır. Yataq dəstimiz tam olaraq yığılıb, vitraj pəncərələr. Taxtımız burada yerləşdirilib, arxası kubka ilə bəzədilib, eyni zamanda dekor güzgülər, təkli işıqlar. Sağ tərəfdə isə burada isə dolabımız yığılıb, güzgüdə yerləşdirilib burada. İçərisində göstərim. Tam təsəvvür yaratsın sizdə. TV internet çıxışı isə burada nəzərə alınıb, işıqlandırmasında isə lüstrdan istifadə olunub. Keçək mən sizə göstərim. İkinci yataq otağını sonra qiymət və digər məlumatları nəzərinizə çatdıracağam. İkinci yataq otağınız isə burada yerləşir. Bayaq dediyim eyvana. Buradan da çıxış var və eyni zamanda mətbəxdən. Burada deməli bu hissədə güzgümüz yerləşdirilib, make-up üçün və burada taxtımız. Arxası yenə eyni ilə işlənilib və burada da dolabımız yığılıb. Və qeyd etmişdim, otaqlarda ümumilikdə döşəmə parketdir. Belə, mən demək olar mənzildə nə var, nə yox, hamısını sizin nəzərinizə çatdırdım. Keçirik məlumatlara. Yerləşir Nərmanov rayonu Qarabağ küçəsində Heydər Əliyev mərkəzinə yaxın
Yeni tikili binada yeni təmirli və yaşayış olmamış geniş 3 otaqlı mənzildir. Ölçüsü 120 kvadratdır. 16 mərtəbəli binanın 12-ci mərtəbəsində yerləşir. Sənədlər də qaydasındadır. Çıxarış, yəni kupça da var. Gördüyünüz şəkildə bütün mebel texnika daxil satılır və mənzilin start olaraq qiyməti 490 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.